Salam, hər vaxtın xeyir olsun değerli izleyiciler. Bugün yine piraşki pişirdim. Onu istedim sizinle paylaşam. Piraşkinin içinde ne kartof, ne et, hiçbir şey yoktur. Yani bəzən pendirlə də, pendirli çörək deyirlər Türklər. Elə də pişirmək olur. Ancaq heç nə yoxdur. Çünkü mənim 2 dənə nəvəm var. Allah olmayanlara da kısmet eləsin. Olanların da Allah canını sağ eləsin. Yani ki kızım, nəvəm 7'de oxuyur qız. Uşaq vaxtlar bunlar biraz yediler 4-5 yaşına kadar yani. Ondan sonra bu kız heç nə yemir. Yani ancaq şorla yeyirdi. Özünü şirin çay eləyirdi uşaq vaxtlar yeyirdi. Böyüdükcə şorla yemədi. Pendir yeyir, çünək pendiri. O bu pendirləri xoşlamır. Ya belə piraşki eləyirsən, kartofuna acaq tuz tökəsən, yəni o onu yeyir. İndi bu balaca olan hiç o kartoflu da yemir. Üzünü yiyir, kartoflarını tökür yerə. Onun dərdindən mən onun lap da pəhriz elədim, kartofsuz. Onun dərdindən, yəni xəmir də ancaq təkcə xəmir, birazcə də duz. Yəni xəmirimizi yoğurmuşuq, drojla. Xəmirimiz də gəlir. Bax, bu da onun piraşkiləri. O çünkü yemədiyinə görə mən də bunu belə elədim ki, kartoşkasını yemir. Bəlkə xəmirli verəcək, təkcə xəmir ola yeyər. Elə də yeyimsiz uşaqdır. İndi həm də ki biraz zəifdir. Həkimə də aparmışıq. Həkim də dərmanlar yazıb. O dərmanlara görə məcburuq ki, nəsə bir damcı yesin ki, dərmanların ac qarnı olmalıdır ki, sonra üstündən yemək yeyə bilsin. Bir gün tüyğun ətindən kotleti yiyir, bir gün yemir, bir gün makarondan 1-3-4 tane yiyir, bir gün yemir. Ya da ki kartoşka kızartmasının biraz bunun kimi kızarsın, yaxşı əzilməmiş, dənə-dənə qalsın. O vəziyyətdə belə yeyir. Ona görə də istədim büyüyündə buna belə piraşki pişirəm ki, bəlkə indi büyüyündə bundan yeyə bir 3-4 dənə. Piraşki indi çətin olar elə soğansız. Soğanı yeməyən uşaqlar var, amma kartofdan imtina eləyənləri inanmıram ki ola. Kim hazırlamaq da istəyirsə də nuş olsun. Göz haqqınızı da halal eləyin. Yenidən görüşmək ümidiyle. Sağ olun, sağlıqla qalın. Allah hər bir ev eşiyə çoxlu, bol-bol ruzi bərəkət yetirsin, can sağlığı versin. Yazdır, yay gəlir. Allah hər kəsi xatadan, baladan uzaq eləsin. Xoş günlərlə olasın həmişə. Sağ olun, sağlıqla qalın.